Hər vaxtınız xeyir. Mən Əli Əhmədov. Sizi Sumqayıt şəhərinin ərazisindən, Yaşıldərə yaşayış massivindən salamlayıram. Sumqayıt şəhərdir, amma onun ətrafındakı yaşayış massivlərində belə təsərrüfatlar da var. Hansı ki, heyvandarlıq təsərrüfatı. Biz indi Qızıl Torpaq Kəndli Fermer MMC təsərrüfatındayıq. Heyvandarlıq təsərrüfatıdır. Aqrar Sığorta Fondu olaraq bu təsərrüfata fond tərəfindən heyvanların tələf olmasına görə ödəniş edilibdir və biz indi buna görə buradayıq. Təsərrüfatın rəhbəri Anar Bayramovla bu məsələ haqqında danışacağıq. Hər vaxtınız xeyir Anar müəllim. Salam, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Birincisi sizin təsərrüfatınıza xeyir bərəkət arzu edirik. Çox sağ olun. Pis hadisələr, necə deyərlər, heyvanların tələf olması mı deyə, yoluxucu xəstəliklər kənar keçsin, amma olanda sığorta var. Zəhmət olmasa öz təsərrüfatımız haqqında məlumat verədiniz. Burada nə qədər heyvan var, hansı növdəndir? Nə vaxt yaradılıb təsərrüfatımız? Bizim təsərrüfat 90-cı ildən fəaliyyətdədir. 90-cı ildən? Bəli. 40 ilə yaxındır. Bəli, 40 ilə yaxındır. Onda o vaxt yerli mallarla məşğul idik. Sonra keçmişik belə cins mallarla məşğuluq. Bəli. 20 baş Holsteinimiz var, 25 baş simmentalımız var, danamız var, buzovumuz. 60-70 başa yaxın malqaramız var. Əsas bizdə südlükdür. Bəli. Süd satırıq, südlə məşğuluq. Əsas südlük inəklərdir. Bəli, südlük inəklərdir, bəli. Süd ala bilirsinizmi? Alırıq. Onun əsası da yemlənmədən asılıdır. Əgər normasında yemlənsə, keyfiyyətli yemlər verilsə, normalda süd almaq olur. Aydındır. Deməli, təsərrüfatda gördüyünüz kimi cins inəklərdir. Yəqin ki, dövlət dəstəyi ilə alınıbdır, eləmi? Dövlət dəstəyi ilə alınıbdır. Artıq son illər kənd təsərrüfatına dövlət dəstəyi var. Bu dəstəyin bir hissəsi də cins heyvanların pulunun bir hissəsinin dövlət tərəfindən, yarıdan çoxunu səhv eləmirəmsə, 60%-in dövlət tərəfindən ödənilir və qalan hissəsi də fermer tərəfindən ödənilir. Gələk sığorta hadisələrini, ümumiyyətlə, aqrar sığorta haqqında hardan məlumat almışdınız, hardan eşitmişdiniz? Aqrar sığorta haqqında mən çoxdan məlumat var idi. Yəni, bilirdim belə bir təşkilatın olmağı. Yoxsa heç bir hadisə baş vermədiyinə görə əlaqə saxlamamışdım. Amma sığortalıyırdınız, eləmi? Bəli, heyvanlarımız sığortalıydı hamısı. Sonra o tərəfə birində, bayaq dediyim kimi də öz səhvliyim oldu. Nə oldu ki? Onu sığorta qarşılamadı. Heyvan öləndə siz kəsdiniz onu? Kəsdik ki, bəlkə də nəsə istifadə edib, o da yararsız oldu. Apardıq utilizasiya deyirlər də. Qaytardığım. Ona görə sizə ödəniş vermədilər? Ona görə ödəniş vermədilər. Ancaq digər heyvanlar, 2 dənə heyvanım telefonu, onda sığorta şirkətindən sizdən gələn nümayəndə izah elədi ki, gərək onu bıçaq vurmayasan. Birinci heyvanı, gərək kəsməzdiniz. Yox, orada önce mənə izah eləmişdi ki, gərək kəsməzdin onu. Onu gəlib özləri, ekspert qrupu gəlir yarıb, daxili orqanlarından nümunə götürürlər, göndərirlər analizə, o analizin cavabına görə diaqnoz qoyulur, hansı xəstəliklər tələf olunub. Bəlkə də ödəniş verilə bilərdi. İndi ola bilərdi, nəysə də o bizim öz səhvimiz idi. Yəni o birisi ki, heyvanlar sağ olsunlar, gəldilər, hər bir monitoring keçirildi, baytardıq tərəfindən də, aqrosığorta tərəfindən də yarıldı, analizə göndərildi. Diaqnoz qoyuldu, şükür pulumuzu ödədilər. Aydındır. Heç bir narazılığımız da yoxdur. Laf yaxşı. Deməli, məlum olduğu kimi aqrar sığorta ilə kənd təsərrüfatı heyvanları sığortalanır. Bunlara qoyun, keçi və malqara aiddir. İnək, camış, dana, bunlar aiddir. Və sığorta haqqında yarısını dövlət ödəyir. Məsələn, 1000 manatlıq, sizdə yəqin ki 1000 manatlıq deyil. Siz almışsınızsa 5000 manatlıq, 5200 manat. 1000 manatlıq heyvanın sığortalanması fermerə başa gəlir 24 manata ya da 39 manata. O seçilən paketdən asılıdır. Buradakı heyvanlar 5200-ə, 5000 manata olduğuna görə bunların 10%-i çıxılıbdır. Qalan məbləğ ödənilibdir. Yəni bu göstərir ki, cəmi kiçik bir məbləğ ödəməklə heyvanların dəyərinin hardasa 4-5%-ə qədər ödəməklə nə qədər böyük imkan əldə eləmək olur. Yəni böyük 5000-6000 ziyana düşməkdənsə artıq ödəniş verildi. Ödəniş verildi. Müəyyən ziyan çəkilikdə çox ziyana düşmür. Çox ziyana düşmür. Bax, siz bu ödəniş olana qədər, necə deyərlər, inanırdınızmı? Biz bilirik, çoxlu təsərrüfatlarla əlaqəlisiniz. Belə bir fikir, həmişə sığorta ilə bağlı inamsızlıq var. Sığortalayanda inanırdınızmı ki, hadisə baş verində sizə ödəniş verirlər? Yox, o açığını deyim, birinci dəfə inanmırdım. Yazdılar, hazırladılar, verdilər.
belə inanım, ümidsiz idim ki, verərlər, verməzlər. O da şükür Allah, o birinci dəfə ödəniş olandan sonra, yəni ikinci heyvanda tam arxayın idim ki, mənim ödənişim veriləcək. Aha. Yəni artıq qoyulan siz o diaqnoza görə bilirdim ki, o diaqnozu əgər həmin diaqnozuna tələb olubsa, o diaqnoza görə pul verilir, düşür pul. Ona görə ikinci heyvanda heç bir problem yaşamadım. Arxayın oturdum, gözlədim ki, pulumu ödəsin. başqa bu təsərrüfatlar var, hansı ki sizin həmkarlarınızdır. Onlara bu barədə məlumat verirsinizmi? Onların məlumatı olur Bəli, mu? soruşan olanda deyirəm, bəli, mən sığortalamışam heyvanlarımı, tələb olanda da qarşılığını görmüşəm. Bax burada sizdə biz baxırıq 2 tövlədir, yanaşı 2 tövlədir. Üçüncü də var, nisbətən balacadır. Bu yolxucu xəstəliyin olmuşdu da hadisə. Yolxucu xəstəliklərə aqrar sığorta təminat verir. Başqa hansı hallar ola bilər burada? Prinsipcə burada belə böyük başqa təhlükə olmamalıdır. Başqa nə ola Belə bir bilər? təhlükəyə imkan vermirik. Vaxtında gəlib vaksinləri vurulur. Vaksinləri vurulur. Qabağa görə, qara yarıya görə, Bəli. sonra dəri xəstəliyinə görə. Biz yəni elə şeyləri səhlənkarlıq eləmirik. Aha belə. Tələb edirik, vaxtında gəlib bütün vaksinlər vurulur. Çalışırıq ki, heç bir problem olmasın. Çünki aqrar sığorta çox hadisədən sığortalayır. Məsələn, ilan və həşərat sancmasından sığortalayır. Allah eləməmiş yanğından sığortalayır. Məsəl üçün Şəmkidə və Balakəndə hadisələr olmuşdu, tövlələrdə yanğınlar olmuşdu. Onlar yəni tələf olmuşdu O heyvanlar. yanğına zada görə də hərbi şəraitimiz var. Eləmi? Allah. Yəni Orada su hovuzumuz var. çöl tərəfdə. 100 tonluq su hovuzumuz var. Ehtiyat kimi ki, Yəni yəni ehtiyat suyumuz var, balonlarımız var, yanğın balonları hər tərəfdə. Yəni o nəzəri gözümüzdən qaçırmırıq da. prosesin sənədləşdirilməsi uzun çəkmədi ki, sizi bir necə deyirlər, normal oldu eləmi? Belə bir uzun proses. Tamamilə çəkmədi. necə deyirlər, tez Bəli, oldu. Bəli, Siz tez. ödənişinizi aldınız. Bəli. Bax, üzünüzü burada fermerlərə tutub nə deyə bilərsiniz? Heyvan saxlayan, əkin sahəsi olan, siz indi fermersiniz, özündə bu prosesi görmüş şəxs kimi. Yəni mən bir fermer kimi bütün fermerlərə də, təsərrüfat işçilərinə də məsləhətim odur ki, sığorta ilə işləsinlər, sığortalasınlar malların. Səhərsi gündə nəsə bir problem olanda onun bəhədini görsünlər. Sığortanın olduğunu, gələcəkdə ziyan olanda ödəyəcəyini bildiyiniz halda heyvanların sayını artırmaq artıq rahatca artıra bilirsiniz də. Heyvanlarımızı da artırırıq, sığortalayırıq. Çünki bilirsiniz ki, sığorta var, Bəli. bir problem olsa. Bəli. Bəli. Hörmətli izləyicilərimiz, biz sizi Sumqayıt şəhərindən Yaşıldərə yaşayış massivindən salamlayırdıq. Bizim indi Qızıl Torpaq kəndli fermer MMC təsərrüfatında, heyvandarlıq təsərrüfatında bizim aqrar sığorta fondu bu təsərrüfata 9.000 manata yaxın ödəniş eləyibdi heyvanların tələf olmasına görə və indi biz buradakı məsələlərlə bağlı təsərrüfatın rəhbəri Anar Bayramovla danışırdıq. Növbəti çəkilişlərdə görüşəndək salamat qalın. Sağ olun.